Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. Məlumata görə 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullahoğlu oyun zamanı epilepsiya tutması keçirib. İlkin məlumata görə onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Sumqayıt şəhər sakini olan Abdullah Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə 2-ci kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. Fatimə-i Zəhra məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın. Bugün Mehdiyabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir. Göradil qəbristanlığının Fatimə-i Zəhra məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər, qansızlar. Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu. Onu güldürüb özümüz sağlamışıq, adını Taleh qoymuşuq deyə o əlavə edib.